Hamid salam. Nadir ve Emir kanalına hoş geldiniz. Ben Nadir. Bugün hemen gördüğünüz gibi Brawl Stars karakterlerini sıralayacağım. Sıralamamız böyle olacak. Çok əla, orta, zayıf, çok zayıf ve sıfır. Yani sıfır çok zayıftan da zayıf mənasında göstermişəm. İndi gəlib başlayaq Shelly ilə. Shelly yaxşı karakterdir. İlk vuruşları bence zayıftı ama ultisi çok güçlüdür. Bence sıfır yüklü və yaxud da bir yüklü koltu bir dəfə öldürə bilər. Ona görə mənə görə Shelly zayıf değil. Shelly mənim üçün ortadır. Kesin növbəti karakterə. Növbəti karakter Nita'dır. Nita məncə Shelly'dən zayıfdır. Amma məncə eyni səviyyədədir. Ona görə mən Nita'nı qoyacağam orta səviyyəyə. Nita mənim üçün orta səviyyədədir. Amma Shelly'dən zayıfdır mənə görə. Colt çox süperdir. Shelly'dən güclüdürmü? Bəli. Colt Shelly'dən güclüdür. Ona görə mən onu çox əla hissəsinə qoyacağam. Növbəti karakterimiz Bull. Bull yaxından vurur, yəni uzaq məsafələrə vura bilmir. Məsələn, Brock'u öldürərmi? Uzaqdan öldürə bilməz. 8 biti öldürərmi? Xeyr. Shelly'ni öldürərmi? Bəlkə öldürər. Yəni Shelly ilə Nita'dan güclüdür, amma eyni səviyyədədir məncə. Ona görə mən bunu da ortaya koyacağım. Ama Shelly'den güçlüdür. Bir dakika. Keçdik Brock. Brock bayaqlar dedim ki, Brock uzaq məsafədən Bull'u öldürə bilər. Ultisi də çox süperdir. Göyə raketlər atır. Buradakı bu 3 karakteri öldürər, amma məncə Colt'u öldürməz. Ona görə mənə görə Brock mənə görə əla səviyyəsindədir. Əla yox. Orta səviyyəsinin ən güclüsü. Məncə əladır. Əla. Keçdik Barley. Barley çox zəifdir. Həddindən çox zəifdir. Vuruşu tutturmaq lazımdır. Bəzi insanlar Barley ilə yaxşı oynasa da, mənə görə çox zəif karakterdir. Mənə görə Barley 0 sırasına layiqdir. Keçdik Poco'ya. Poco ultisi çox əladır. Dostlarına və yaxud da özünə can verir. Məsələn, yanında El Primo var. El Primo səni öldürəcəkdi ki, sən ultiyə basırsan və can qazanırsan. Yəni Barley'dən güclüdür. Nita və Shelly'dən güclüdür desək, Nita'dan güclüdür, amma Shelly ilə bilmirəm. Shelly'dən məncə güclüdür, amma Poco Bull'dan güclüdürmü? Xeyr. Ona görə mən Poco'nu qoyacağam buna Shelly'nin arasına. Buradakı sıralama hamı üçün eyni olmaya bilər. Mənim üçün Barley çox zəifdirsə, başqaları üçün çox güclü ola bilər. Bu mənim düşüncəmdir. Belki başqalarıyla eyni ola bilməz. El Primo mənim üçün əla karakterdir. Amma burada bir minus var ki, El Primo yaxından vurur. Bəli, yaxından vurur, amma uzaqdakıları öldürə bilmir. Mənim üçün çox əla səviyyəsindədirmi? Xeyr, amma Brock'dan güclüdür. Keçdik Rosa'ya. Rosa güclüdür El Primo'dan, amma zəifdir. Yəni El Primo dərəcəsində güclüdür, amma onda da minus odur ki, o da yaxından vurur, uzaqdakı karakterləri öldürə bilmir. Baxın, bu 4 karakter Nita, Shelly, Poco və Bull'dan güclü olsa da El Primo'dan güclü deyil, amma Brock'dan güclüdür deyəm. Yo, El Primo məncə əla deyil. Brock'u bura qoyaq, El Primo'nu bura qoyaq. Roza'nı da bura qoyaq. Onlar orta səviyyəsində layiqdirlər. Yox, məncə El Primo əlaya layiqdir. Bəli, bu sıralama belədir. Barley 0, Nita, Shelly, Poco, Barley, Brock və Rosa orta, El Primo əla və çox əlaya hələ ki Colt daxil olub.
Keçdik Jesse'ye. Jesse güclüdürmü? Xeyr, güclü değil. Ama ultisi ve aksarı varsa o güclüdür. Ama ultisi ona kömək eləyir. Vuruşu da çox gecdə olur və uzağa atanda da vaxt aparır. Yəni tez adama çatmır. Amma plusları odur ki, ultisi yaxşıdır və vuruşu başqasına dəydikdə digər birinə keçir. Məsələn, mən Jesse ilə mən Jesse'yəm. Qabağımda Dinamik və Tik var məsələn. Mən Dinamik'a vursam həmin şey Tikə gedə bilər. Ona görə mənim üçün Jesse zəifdir. Nitadan zəifdir, bəli. Dinamik çox süperdir. Amma Kortdan əladırmı? Xeyr. El Primo'dan güclüdür mü? Məncə yox. Əlaya da layiq deyil. Yox, çox əlaya layiq deyil. Çünki əgər El Primo'dan zəif və Rosa'dan güclüdürsə, deməli o əlaya layiqdir. Keçdik Tik. Tik mənim üçün çox pisdir. Sıfırların ən axırıncısıdır mənə görə. Vuruşu da üçlü atır. Gah tutdu, gah tutmadı. Ultisi də geç tərpənir və rəqiblər ultisini partlada bilər. Ona görə məncə sıfırdır. Alidən zəifdirmi? Bəli. 8 bit güclüdür. Jesse'dən güclüdürmü? Bəli. Rosa'dan güclüdürmü? Bəli. El Primo ilə bilmirəm. Amma Dinamik'dən güclüdür. Ona görə mən El Primo ilə Dinamik'ın arasına 8 biti qoyuram. Çünki 8 bitin ultisi çox qəşəngdir. Vuruş artır. İnsanın ya oradakı oyuncudan çox can alır. Vuruşu da əladır, amma minusu var ki, o çox gec tərpənir. Hərəkəti yavaşdır. Rico mənim üçün zəifdir. Amma ultisi yaxşıdır. Jesse də güclüdürmü? Bəli. Bəziləri üçün çox qəşəng ola bilər. Amma mənim üçün zəifdir. Penny də mənim üçün zəifdir. Ultisi Jesse kimi yaxşıdır. Amma məncə vuruşları pisdir. Çox zəifə qoya bilərikmi? Amma Jesse'nin yerini dəyişə bilərik. Bəli. Penny zəifdir, amma Jesse çox zəifdir. Kim güclü? Əlbəttə ki, Penny. Keçdik Karl. Karl mənim üçün çox əladır. Güclüdürmü? Bəli. Ultisi çox əladır. Həm sürətlidir, sürətlənir, həm də başqalarından çox can alır. El Primo'dan güclüdürmü? Xeyr. 8 bitdən də güclü deyil, amma Dinamik'dən güclüdür. Keçdik Jackie. Jackie güclüdür, bəli, güclüdür. Kimdən güclüdür? Jesse'dən güclüdür, Penny'dən güclüdürmü, Rico'dan güclüdürmü? Bəli. Nita'dan güclüdürmü, Shelly'dən güclüdürmü? Bəli. Poco'dan güclüdürmü? Amma Bull'dan güclü deyil. Baxın, ultisi çox yaxına çəkir. Vuruşu da yaxından vurur, bu minus. Məncə ultisidə can almır, amma işe yarayır. O yaxına çəkib, çox vurub onu öldürə bilərsiniz. Bu mənim üçün çox güclüdür. Kortdan da güclüdürmü? Bəli. Ultisi əladır. Prosta adamı, rəqibi ora gətirməlisən. O, məsələn, kimsə səni vurmaq istəyir. Sən elə getməlisən ki, axırda rəqib o bombaların içinə düşsün və partlasın. Vuruşu da əladır. Bəli. Tutturmaq olur. Bəli. Bir niyə bura keçdi? Aha. Qaz ultisi yaxşıdır. Qalxan qazan, amma vuruşu əladırmı? Xeyr. Mən bu çox zəiflərin birincisinə qoyuram. Sonra Ems gəlir. Ems güclüdürmü? Mənə görə güclü deyil. Amma zəifdirmi? Xeyr. Jackie'dən məncə bundan güclüdür. Və qaldığımız yerdən davam edirik. Biz Stu'da qalmışdıq. Stu mənə görə yaxından vurur. Ultisi məsələn bir çox qəşəng nüans var ki, Stu bir dəfə vuran kimi ultisi dolur. Ona görə mən Stu'nu ortaların ən yaxşısını qoyacağım. Ya da əla olmalıdır, amma Dinamik'dən zəifdir mənə görə.
Pem'in vuruşları tutturmaq biraz çətindir. Onun ultisi can verir və başqalarına da can verir Poco kimi. Amma Poco'dan güclüdürmü? Bəli. Deməli ortalarda deyil, bəlkə ortalardadır. Rosa ilə Brock arasındadır mənə görə. Keçdik Daryl, mən Daryl'la hamını uduram. Amber, Frank olsa belə, Kenji olsa belə çox qəşəng oynayıram. Daryl'la çox sevdiyim karakterdir. Ona görə mən onu çox əlasını qoyacağım, birincisini qoyacağım. Daryl layiqdir. Frank da çox süperdir. Çox əlaya layiqdirmi? Bəli, bəli. Uy, mən neylədim? Ems hardaydı? Ems deyəsən buradaydı. Eyb yoxdur, qoydum bura. Dəyişdirəm. Harda qalmışdıq? Mən Frank'ı yerləşdirdim. Frank Colt və Bo'dan güclüdürmü? Bəli, amma Daryl'dan güclü deyil mənim üçün. Ən yaxşı hələ ki Daryl'dır. Keçdik B'yə. B çox zəifdir mənim üçün. Sıfırdırmı? Deyil, amma çox zəifinə qoyacağım. Nani güclüdürmü? Bəli, güclüdür. Amma çox güclü deyil. Çünki o nişanlanması biraz çətindir. Ultisi də çox çətin nişanlanması. Ona görə mən qoyuram ortaların ən yaxşısını. Növbətim. Colette güclüdürmü? Bir orta səviyyəli karakterdir. Amma Rosa'dan güclüdür. Amma Nani'dən güclü deyil mənə görə. Bibi çox əladır, güclüdür, ultisi çox əladır. Ya bir adama ulti ilə 10 dəfə ya da 10 dəfədən çox vura bilirsən. Bo'dan güclüdürmü? Bəli. Çox əlanın üçüncüsünə qoyuram. Macy güclüdürmü? Ultisi çox güclüdür. Vuruşu biraz tutturmaq lazımdır Piper kimi. Ona görə mən Rosa ilə Pam arasına qoyacağım. Edgar çox güclüdür, çox əlaya layiqdirmi? Bəli. Bo'dan güclüdürmü? Bəli, güclüdür. Ona görə mən Bibi'dən də güclüdür? Bəli. Frank'dən də güclüdür mənə görə. Onu ikinci sıraya qoyuram. Növbəti karakterimiz Bella. Bella çox zəifdir mənim üçün. Çox zəifin ən yaxşısını qoyacağım. Griff güclüdürmü? Bəli, güclüdür. Ultisi çox əladır. Vuruşu da orta səviyyədədir. Əladırmı? Məncə əladır. Studan güclüdür, Dinamarkdan güclüdür. Karl'dan da güclüdür, amma 8 bitdən güclü deyil. Ash güclüdürmü? Ultisi güclüdür, amma vuruşları çox pisdir. Zəifdirmi? Xeyr, zəif deyil, amma ortanın Pam və Macy arasında qoya bilərəm. Pam və Macy arasından. Keçdik Grom'a. Grom çox zəifdir. Sıfırdırmı? Bəli, sıfırdır. Amma Barley'dən güclüdür. Çox zəif karakterdir. Tutturması çox çətindir. Bonnie güclüdürmü? Ultisi çox güclüdür. Elə birdən-birə Bonnie Edgar'a çevrilir. Zəifdirmi? Xeyr. Ortadırmı? Orta da deyil, əla da deyil. Ona görə ortaların ən birincisinə qoyacağım. Keçdik Gale'a. Gale mənim üçün çox zəifdir. Nə sıfırdır, nə də zəifdir. Bella'dan güclüdürmü? Mənə görə yox. Çox zəifin ikinci hissəsinə qoydum. Mandy çox güclüdür, hətta ultisi ən güclüsüdür. Ən güclü ultisi olan mənim üçün, ən güclü ultilərindən olan biri də məncə Mandy'dir. Ona görə Mandy'ni mən əlanın harasına qoyaq? Dinamarkdan, Karl'dan, Griff'dən güclü, amma 8 bitdən güclü deyil. Keçdik Hank'a. Hank mənim üçün sıfırdır, amma Grom'dan güclüdür. Larry və Lori, Larry'nin qardaşı Lori deyəsən ultidir və ultisi çox əladır. Larry də, məsələn, birinci dəfəyə vurmadınsa, ikinci dəfə vuracaqsa, çünki bir dəfəyə 2 dəfə vuruş qazanır. Atdın, partladı və həmin dəqiqədən sonra bir də partlayır. Yəni mütləq kimə atdınsa, birincidən olmasa belə, ikincidə mütləq partlayır. Ona görə ortadırmı? Mənə görə ortanın Nani ilə Bonnie arasında qoya bilərəm.
Növbəti karakterimiz Angela. Angela mənim üçün çox zəif və sıfır arasındadır. Birdən zəifdirmi? Cisdən zəif deyil. Yəni ultisi işə yaramır mənim üçün. Vuruşu da zaman lazımdır ki, çox can alsın. Biri məncə əla karakterdir. Əla deyəndə, yəni güclüdür, amma əlaya layiq deyil də. Onu ortaların Rosa'dan güclüdürmü? Xeyr, Mace'dən də güclü deyil. Amma Ash'dən güclüdür. Mace ilə Ash arasına qoya bilərəm. Maple'ın ultisi hesablaşmada əla deyil, amma knockout kimi, elmas kapmacı kimi yerlərdə əladır. Vuruşu da tutturmaq lazımdır. Mənə görə Nani və Colette arasındadır Maple. Shade'dəki minus yaxından vurur, amma çox can alır və ultisi onu çox sürətli edir. Ona görə mən onu əladan 8 bit yox. Əlada ən birinciyə qoyacağım şeydir. Çox qəşəng karakterdir. Sam mənim üçün güclü deyil, ən zəifdirmi? Mənim üçün ən zəif karakterdir, amma sıfır deyil. Mənə görə çox zəifin ən birincisinə qoya bilərik Sam'i. Mortis savaş topu yerində bəzi Mortislər insana əsəbləşdirən hərəkətlər eləyirlər. Məsələn, sən bir qapı boşdur, sən ata bilərsən, amma gedirsən qırağa, qıraqdan divara atırsan və elə eləyirsən ki, divardan qapıya girsin, girmir, ona görə də uduzursuz. Amma Mortis əla karakterdir və onu 8 bit və Mandy arasına qoyuram. Oy, bir hara getdi. Keçdik Tara. Tara'nın ultisi əladır, amma vuruşu məncə yox. Əla karakterdirmi? Xeyr. Orta karakterdirmi? Bəli. Ortaların Macy və Berry arasına qoyuram. Ən çox deyəsən ortaya yığmışıq. Keçdik Cinə. Cin çox zəif karakterdir mənim üçün. Sıfırdırmı? Bəli. Grom və Barley'nin arasına qoyacağım. Pearl güclüdür. Aksiyonu varsa daha da güclüdür. İnsanı yandırır. Zəifdirmi? Xeyr, amma ortadır. Pam və Ash arasına qoya bilərəm. Ultisi əladır. Macy kimidir. Prosta Pearl'ın ultisinin ölçüsü Macy'nin ultisinin ölçüsündən daha kiçikdir. Max əladırmı? Bəli, ultisi çox əladır. Dostlarını və özünü sürətləndirir. Vuruşu da digərlərinə tez olur və məsələn 3 haqqın varsa sən 4 dəfə yəni mərmi qeyd olunur, 4 dənə xət olur. Onlar mərmidir, 4 dənə mərmi haqqın var. Hara qoya bilərik əlada? 8 bit və Mortis arasına. Yox. Bəli. 8 bit və Mortis arasına qoya bilərik. Piper nə qədər qaldı? Az qalıb. Piper mənim üçün orta səviyyə karakterdir. Nəyə görə? Nişan almaq çətindir. Qoyuram mən Nani və Maple arasına. Növbəti karakterimiz Mr. P. Mr. P mənim üçün güclü karakterdir. Ultisi əladır. Vuruşlar da əladır. Divarda gizlənilən bir rəqib komandada olan birinə divarın üstündən çantanı atıb vura bilərsən. Frankdən güclüdürmü? Xeyr, amma Bibidən güclüdür. Frank və Bibi arasına qoyuram Mr. P-ni. Keçdik Sprout'a. Sprout ultisi məncə işə yaramır mənə görə. Zəifdirmi? Xeyr. Ortalarda Ash və Berry arasına qoya bilərəm. Lu ultisi əladır. Məsələn, yaxında El Primo var. El Primo əgər səni öldürürsə, ultisini atıb onu dondurup qaça bilərsən və qaçmaya da bilərsən. Uzaqlaşıb onu vura bilərsən donmuş halda. Çünki tərpənə bilməyəcək. Orta səviyyəli karakterdir və mən onu Colette və Rose arasında qoymaq istəyirəm.
Bəli. Keçdik növbəti karakterə. Byron mənim üçün çox zəif də yox, çox zəifdən də aşağı karakter, aşağı səviyyəli karakterdir. Çox zəifdir. Mənə görə çox zəifdir. Bəziləri üçün çox hala ola bilər. Məncə Jim və Bally arasında qoya bilərəm. General Gus da mənim üçün çox zəif karakterdir. Ultisi hesablaşmada işə yaramır. Bella və Gale arasına qoya bilərəm. Keçdik Squeak'a. Squeak bəli güclüdür, amma əlaya layiq demək xeyr. Ortalarda mən Bonnie və Larry Lori arasına qoya bilərəm. Keçdik Artya. Art'in ultisi güclüdür, amma vuruşu mənə görə yaxşı deyil. Orta səviyyə karakterdir mi? Bəli. Pam'dən güclüdür mü? Bəli. Ashley'dən güclüdür, Sprout'dan güclüdür, Berry'dən, amma Rosa'dan güclü ola bilməz. Mənə görə Artya, Macy və Rosa arasına layiqdir. Keçdik Fang'a. Fang güclüdür mü? Güclüdür. Amma bir nüans var ki, yaxından çox can alır, uzaqdan az can alır. Ona görə mən orta səviyyəli karakterdirmi? Bəli. Orta səviyyəli karakterlərdə ən birinciyə qoyuram. Keçdik. Yeva mənim üçün sıfırdır. Çox zəifdir, bəli. Ultisi də məncə çox vaxt tapar və işə yaramır. Mənə görə davam edirik. Bizdə Janet, Buster və Otis qaldı. Buster Janet'dan güclüdür, Otis də Janet'dan güclüdür. Onlar orta səviyyəli karakterlərdir. Onları mən qoyuram orta səviyyəli karakterlərdə. Ultisi çox əladır. Başqası vurursa özünə qayıdır. Bura qoyuram. Bonnie'dən sonraya qoyuram üçünü də. Qoyduğum sırayla. Uy, ses getdi. Çox pis. Aha. Dostlar, mən o videosu topladım və bəzi şeylər dəyişdirdim. Baxın, Willow'u çox zəif hissəyə gördüm. Çünki Willow'u mən çox zəif görürəm. Ultisi də tutturmaq lazımdır. Tutturmasan işə yaramayacaq. Grey mənim üçün əla karakterdir. Portallanır və öz komandasında olanlara da kömək eləyir. Elmas kapmacadakı kimi yerlərdə çox işə yarayır. Və Janet Bonnie'dən zəifdir deyə mən bu formada yerləşdirdim. Keçdik Baza. Baz mənim üçün əla karakterdir. Ultisi işə yarayır, amma tutturmaq lazımdır. Əlalara baxım kimlər var. Əlalarda mən Shade və El Primo və 8 bit arasına qoya bilərəm. Sonra Charlie mənim üçün sıfırdır, amma Hank'dən güclüdür. Charlie də bəli. Ultisi adamı dondurur, yəni nəysə içərisinə salır, amma mənim üçün işə yaramır. Miko öldürəmirəm əgər rəqib komandası. Yəni çox güclü karakterdirmi, amma orta səviyyə karakterdir mənə görə. Mənə görə Buster və Otis arasına qoya bilərik Miko'nu. Ultisi də çox əladır. Bu nə idi? Melody idi. Bəli. Melody mənim üçün çox zəif karakterdir. İşə yaramır məncə Melody. Lazımsız karakterdir. Çox zəif karakterdir. Ultisi də məncə tək işə yaramır. Vuruşlar da çox zəifdir. Çox zəifin mən Gale və Angela arasına qoyuram. Keçdik. Lily Clancy'dən güclüdür. Moe Clancy'dən güclüdür. Juju da Clancy'dən güclüdür. Lily çox qəribə karakterdir, amma güclüdür. Moe'nin ultisi, Juju'nun ultisi və vuruşları güclüdür. Clancy mənim üçün sıfırdır. Sıfırın məncə ən güclüsünə qoyacağım. İndi videosu toplayıb bunları yerləşdirib davam edirik. Davam edirik. Ayda Brock'u neynədim? Brock məncə güclüdür. Orada qalsın. Bəlkə yeni dəyişdirdim səhvən. Keçdik. Bu nə idi?
Aa, yaddan çıxdı. Olli, bəli, Olli. Olli mənim üçün çox zəif karakterdir. Ultisi tutturmaq lazımdır, işə yaramır. Mənə görə Sam və Willow, yox, ən güclüsünə qoyacağam. Çox zəifin ən güclüsünə. Chuck mənim üçün çox zəif karakterdir. Çox zəifin ikinci hissəsinə qoyuram. Oy, neylədim? Doug bəli güclüdür. Doug'un ultisi də superdir. İkinci can qazanır, ikinci şans. Güclüdürmü? Bəli, güclüdür. Ən Əlaya qoya bilərikmi? Bəli. Əlanın El Primo və Shade arasına qoyuram. Keçdik, az qalıb efsanəvi karakterlərə. 3 də gizemli karakterimiz qalıb. Finks, Lumi və Jiang. Finks mənim üçün çox zəif karakterdir. Çox işə yaramayan karakterdir. Çox zəiflərdə məncə Gaston güclüdür, Melanie güclüdür. Willow və Sev arasına qoya bilərəm. Ultisi arada işə yarayır, arada işə yaramır. Mənə görə çox zəif karakterdir. Lumi bəli çox güclüdür. Aksesuarları da çox güclüdür. Ultisi həddən artıq güclüdür. Onu mən çox əlanın axırıncısına qoyacağım. Keçdik Jiang'a. Jiang mənim üçün qəribə karakterdir. 2 cür vuruşu var. Bir dəfə ultisində can qazanır, bir dəfə də sürətlənir, bir dəfə Mr. P ilə Barley qarışığıdır. Mən onu əlanın axırına qoyacağım. Keçdik əfsanəvi karakterlərə. Spike, Crow'dan başlayaq. Bağışlayın, Crow sevənlər, bağışlayın. Crow mənim üçün sıfırdır. Amma sıfırın ən güclüsüdür, bağışlayın. Amma Crow mənim üçün çox zəifdir. Spike güclüdür, bəli, ən güclünün ən güclüsünə qoyacağım. Spike. Hansı videomda belə demişdim, tapın görək. Kommentlər varsa kommentlər yazarsınız. Növbəti, Leon mənim üçün çox əla deyil. Amma əladırmı? Bəli, əlanın ən birincisinə qoyacağım. Əlanın ən birincisi. Yox, əlanın dedim. Əlanın ən birincisine qoyacağım. Deməli, Surge mənim üçün sıfırdır. Surge sevənlərə izləyin. Surge mənim üçün Crow'dan sonra gəlir. Əvvəl Crow güclüdür, yəni, o mənada. Sandy mənim üçün orta səviyyəli karakterdir. Ulti məncə işə yarayırmı? Dəqiq bilmirəm. Ortaların ən güclüsünə qoyacağım. Sandy məncə zəif karakterdir. Bəli, zəif karakter. Amber ən sevdiyim karakterdir. Ən güclüsünün ən güclüsünə qoyacağım. Çox güclüdürmü? Bəli. Spike'ı keçərmi? Bəli. Kenji'si, bağışlayın Kenji sevənlər. Kenji mənim üçün çox zəif karakterdir. Çox zəifin ən birincisinə qoyacağım Kenji'ni. Bağışlayın. Yəqin siz əfsanəvi karakterlər gözləyirsiniz. Mənim xal verməm belədir. Meg güclüdürmü? Bəli. Ən güclüyə layiqdir. Amma ən birincisiyə qoymayacağım. Çox əla adam. Daryl'dan sonra gəlir məncə. Və növbəti karakterimiz Chester. Chester ən güclüdürmü? Xeyr. Amma güclüdür. Çox əla deyil, əladır. Mən onu qoyacağım. Çox əlanın birincisinə var. Leon keçər. Əlanın birincisinə qoyuram. Son 4 karakter. Kazi mənim üçün qəribə karakterdir. Ya tam başa düşmədim Kazi nə işə yarayır. Ona görə mən Kazi'yə xal verməyəcəm. Siz kommentlərə yaza bilərsiniz Kazi necə karakterdir. Mən ona görə bu videoda Kazi'yə xal verməyəcəm. Cardilius ən güclüdürmü? Xeyr, amma əla karakterdir. Əla karakterdə Leon və Shade arasına qoyacağım. Sonra
Və bizdə son 3 karakter, yəni 2 karakter qaldı. Mən Kazaya xal verməyəcəm. Kit mənim üçün çox güclü deyil, yəni çox əlaya qoymayacağam mən onu. Kit mənim üçün əladır, amma Chester'dan güclü deyil. Miko niyə deyirəm? Miko hara qoymuşdu? Miko'ya tezdən xal verirəm, məncə ora layiqdir. Deməli, Kit Chester'dan güclü deyil, amma Leon'dan güclüdür. O yerə qoyacağım və son karakterimiz Draco. Draco mənim üçün orta səviyyəli karakterdir. Ortaların ortasındadır məncə. Orta səviyyəli karakterləri də mən qoyacağam. Ya Draco əfsanəvidir deyə bilməliyik. Gərək Draco'ya ya gizəmi qoyardılar, ya destansı qoyardılar. Mənə görə Otis və Buster arasında qoyacağım. Və dostlar, bu günləri sizinlə sağollaşıram. Ən güclü karakter deməli Amber'dır mənə görə. Əlalarda Chester, ortalarda Sandy, zəiflərdə Rico, çox zəiflərdə Kenji və sıfırlarda Crow qazandı. Bugünlük bu qədər. Videonu bəyənin, abunə olun və zəng işarəsinə basmağı unutmayın. Sağ olun.